o əməl ki, o iş ki, o məsləyi ki, onu Allah üçün haramdır deyib tərk edirsənsə, vallahi bil və yəqin ol ki, Allah ondan daha xeyirlisini və halalını sənə nəsib eləyəcək. Çünki bunu Muhammed sallallahu aleyhi ve sellem xəbər verib. Səhih hədisdə buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem İnnəkə lən tədəə şeyən lillahi azza və cəllə illə bəddələkəllahu bihi mə huvə xeyrun ləkə minhu. Sənin Allah üçün tərk elədiyin elə bir şey yoxdur ki, Allah ondan da daha xeyirlisi ilə onu sənin üçün əvəz etməsin. Həqiqətən də belədir. Rəbbin görən, bilən, eşidən və xəbərdar olandır. O görür ki, o işi, o haramı, o məsləyi onun rızası üçün tərk edirsən, o sənə haram etdiyinə görə tərk edirsən, ondan da daha xeyirlisini sənə nəsib eləyib, səni onunla sevindirəcək. Ola bilməz ki, Allah Taala nəsib etməsin.